прямо сейчас, дорогие друзья, я приглашаю человека, который считает, что решение равно действие. Он с августа 2022 года в компании, и он представляет Баку, Азербайджан. Национальный директор Юнис Фараджли. Под ваши аплодисменты приглашается к нам на сцену. Юрист с красным дипломом, построил успешную карьеру в госсекторе. Его принцип: если я принял решение, иду до конца. Не сдаюсь, не боюсь и не останавливаюсь, пока цель не достигнута. В его команде 16 директоров в разных рангах. Дорогие друзья, для него Incruises — это не просто бизнес, это ценность, это философия, это служение людям. Юнис, вам слово. Salam, axşamınız xeyir olsun. Biraz sizə çətinlik verəcəm. Mən öz ana dilimdə, Azərbaycan dilində çıxış eləyəcəm. Hər birinizi xoş gördük. Əlbəttə, mənim üçün həyəcanlıdır. Hər nə qədər National Director rütbəsinə gəlib çatsam da, ilk dəfədir ki, biz belə bir beynəlxalq tədbirdə çıxış eləyirik. 10 nəfərlik komandamızdan. Əlbəttə, bizim üçün böyük bir təcrübədir. 2 gündür artıq tədbiri izləyirik. Müxtəlif həyat hekayələrini dinləyirik və özümüz üçün müəyyən nümunələr, qeydlər götürürük. İlk növbədə çalışacağım, özümü sizə təqdim edeyim, məni tanıyasınız. 92-ci ildə doğulmuşam, 34 yaşım var. Bütün komandam 99% Bakıdadır, Azərbaycandadır. Əlbəttə, bütün komandanın Azərbaycanda olmağı, yəqin ki, bilirsiniz, bir mentor olaraq, bir partnyor olaraq biraz müəyyən çətinliklər törədir. Hamısının Azərbaycanda olmağı. Evliyəm, 33 yaşım var, 34 yaşım var. 33 tam olub 34-də keçmişəm. Bir oğlum var, ixtisasca hüquqşünasam. Hal-hazırda da yəni fəaliyyətimi davam elətdirirəm. Bu mənim Incruises'də ikinci işimdir. 2022-ci ilin avqust ayında ilk dəfə kluba qoşulmuşam, amma peşəkar olaraq artıq fəaliyyətə başlamışam 2023-cü ilin sentyabr ayında. 2023-cü ilin sentyabr ayında ilk kruizə getdik və kruizdən qayıdandan sonra bir həftə içərisində oldum marketing direktor. Təşəkkürlər. Bir il ərzində heç kəsə dəvət eləməmişəm, heç kəsi Incruises'ə dəvət eləməmişəm və bunun da müəyyən səbəbləri var. Bilirsiniz, hər bir regionun, hər bir xalqın özünə məxsus öz adət-ənənələri var, öz mentaliteti var. Bizim regionda bu işi aktiv şəkildə aparmaq ilk vaxtlar çətin idi. 22-ci ildə biz qoşulanda burada xeyli klub üzvləri yox idi, kruiz səfərləri yox idi. Yəni mən bura ilk qoşulanlardan biriyəm və biz gözlədik ki, ilk kruiz səfərimizi yerinə yetirək, artıq ondan sonra öz təcrübəmizi insanlarla bölüşməyə başlayaq. İlk qeydiyyatlarım kimlər oldu? İlk qeydiyyatlarım qaynatam oldu. Hal-hazırda senior marketing direktordur. Daha sonra növbəti qeydiyyatım mənim əmmim oğlu oldu. Burada da iştirak eləyir. 26 yaşı var, senior marketing direktordur. İstəyərdim onu da alqışlayasınız. Həsən Cəfərov. 26 yaşı var, senior marketing direktordur. O da bank sektorunda çalışır. Daha sonra bacım Tibb Universitetinin tələbəsidir. Növbəti qeydiyyatım bibim. Bunlar hamısı mənim fərqli qollarımdır. Ailə üzvlərimlə, qohumlarımla bu addımı attım. Və bizim biraz stratejiyamız biraz fərqli oldu ilk dövrlər. Biz çalışdıq yalnız, necə deyim, nüfuzlu insanları bura cəlb eləməyə çalışaq ki,
hansı ki onların vasitəsilə, onların nüfuzundan istifadə edərək biz inklüziya dəvətlər eləyək. Bu reallıqdır ki, biz də bunu çox yaxşı bilirik ki, nə qədər inklüziv tanınmış beynəlxalq ABŞ şirkəti olsa, amma insanlar o Trust My Travel və s. bu kimi şeyləri başa düşmür. Onların Trust My Travel'ı bizdərik. Onlar bizi sığorta kimi qəbul edirlər. Ona görə biz bizim komandamızda hal-hazırda bizim ölkəmizin 4 millət vəkili bizim komandamızda təmsil olunur. Bir nazir mavini bizim komandamızda təmsil olunur. Əlbəttə ki, bu şəxslərin nüfuzundan biz inklüziv üçün xərclədik və qısa bir zamanda bizim və biz bu insanların nüfuzundan istifadə edərək qısa bir müddətə böyük uğurlar əldə eləməyi bacardıq. Atam uzun illər hüquq mühafizə orqanında işləyib, prokurorluq sistemində işləyib və 30 ildən sonra çıxıb təqaüdə mənim mentorum onu kluba qoşmaqda çətinlik çəkirdi. Çünki istəyirdi o da onun nüfuzundan istifadə eləsin. Düzdür, atam klub üzvü olsa da bu vaxta qədər hələ də partnyor deyil. Yəni mən atam fərqli bir komandadadır, mən fərqli bir komandadayam. Və bu günlərim artıq bizim komandamızda 1000-ə yaxın klub üzvü var. Bəzi bizim öz strategiyamızdan sizə qeyd edəcəm. Deməli, siz təsəvvür edin ki, 2 ildir mən bu kluba qoşulandan, biz indi artıq burada 10 nəfərlik heyətlə çıxış edirik. Biz 2 ildir fasiləsiz şəkildə hər bazar günləri görüşürük. Hər bazar günləri. Bu bir mənalı olaraq bunu hər kəs, bütün partnyorlar bilir və bizim bu bazar günü görüşlərimizin əsas məqsədi partnyorların şirkətə dəvət elədiyi yeni insanlarla işləmək üzərində qurulub. Yəni, hər bazar günü biz bilirik ki, və şəhərin fərqli məntəqələrində və bunlar hamısı, belə deyim, nüfuzlu yerlərdir. Biz çağırırıq və burada səhər yeməyi fonunda insanlara yormadan inklüzisi təbliğ edirik. 2 il yarımdır, fasiləsiz bu proses davam edir. Hər bazar. Və eyni zamanda 2 il yarımdır biz hər həftənin 2-ci günü saat 21:30-da bizim Zoom konferansımızdır. Bunu hər kəs bilir. Toy, nişan, ad günündən asılı olmayaraq hamı orada mütləq şəkildə iştirak edir. Hətta bizim özümüzün bir davamiyyət cədvəlimiz də var. Kim neçə dəfə iştirak eləmədi, onun cəzasını da biz özümüz öz daxilimizdə müəyyənləşdirmişik. Ona görə hamı maksimum şəkildə çalışırlar bu tədbirlərdə iştirak eləsinlər. Mən həmişə, bax, bu məşhur Afrika atalar sözlərini komandanın üçün əsas deviz hesab eləmişəm ki, həmişə deyirəm, if you want to go fast, go alone. If you want to go far, go together. Yəni, kim əgər sürətli getmək istəyirsə, tək gedir. Yox, əgər kim uzağa getmək istəyirsə, o zaman biz birlikdə getməliyik və bu düşünürəm ki, bizim inklüziv üçün də, bizim komandamız üçün də əsas devizlərdən biridir ki, biz uzağa getməyimizin əsas səbəbi komanda daxilində mehribançılıqdır. Əsas bunun üzərində qurmuşuq və mən bütün komandama da deyirəm ki, bizim mentorlar, partnyorlar inklüziv şirkətinin simasıdır, üzüdür. Yəni, onlar inklüzisi bizim simamızda görürlər. Ona görə biz çalışırıq, necə deyim, elə insanlar seçək ki, onlar şirkəti təmsil eləmək gücündə, təmsil eləmək potensialında olsunlar. Bu bizim vacib əsas devizlərimizdən biridir. Nastavnik это lokomotiv, bunu bilirsiniz. Bu bilirsiniz, biz çalışmalıyıq ki, insanlardakı o potensialları, insandakı o potensialları üzə çıxardaq. Onlara lider olmağın yollarını öyrədək. Çünki düşünmürəm ki, mən
dövlət sektorunda çalışmışam, səhnələr, belə ictimaiyyət və s. Biz bunu sonradan artıq özümüz öz üzərimizdə işləyib, bu potensialı, bu bacarığı üzə çıxartmalıyıq və bizim də işimiz bütün komandamızda bu olmalıdır ki, insanlardakı o daxilində olan potensialı ortalığa çıxartmaqdan ibarət olsun. Mənim sonda icazənizlə bir Həsən zəhmət olmasa, ilk dəfədir biz böyük bir komanda ilə burada təmsil olunuruq, 10 nəfərlik komanda və düşündük ilk səfərimizdir, konferansa ilk gəlişimizdir. O baxımdan öz bir hədiyyəmizlə bura gələk. Ona görə dear Mr. Michael Hutchison, dear partners, dear leaders, ladies and gentlemen, Həsən bir dəqiqə gözlə. We are honored, dear Mr. Michael Hutchison, we are honored to Azerbaijani team to be here today, and Hasan hazırsan. To be here today among leaders from nearly 40 countries in Azerbaijani culture, customs and traditions. We never attend, participate a meeting, conference, gathering, a gift, a symbol of respect. Dear Mr. Michael Hutchison, on behalf of Azerbaijani team, we are honored to present a symbolic and a special gift. This is Azerbaijani capit. Azerbaijani capit is recognized by UNESCO as intangible cultural heritage. For us, the capit present family, continuity, identity. For centuries, our people have entered and departed life on a capit, and we believe you will take a special place in your home, in your office, and responding you increases value, increases leaders, the history of Azerbaijani team, and please, dear Mr. Michael Hutchison, hələ şey eləmə. Aşda qırağında çərçivəndə al. Спасибо огромное. Thank you so much. Благодарим команду Азербайджана. Спасибо огромное. And capit portrait certificate. And happiness in capits. 10 reasons why a capit can make you happy. Okay, beautiful. Thank you so much. Thank you so much. Спасибо огромное, друзья. Спасибо огромное.
спускаемся со сцены. Благодарим вас. Невероятно памятный подарок для Майкла Хатчинсона. Спасибо большое.